Salam olsun hər kəsə. Deməli uşaqlar, birinci qrupun qəbul imtahanına düşmüş kimyadan belə bir sual var ki, yazıb ki, hansı alkanın 4,4 qramının tam yanmasından 6,72 litr karbon qazı alınır? Bu sualı keçən dəfə vermişdilər uşaqlar. Mən elə dedim ki, çəkim izahım verim burada. Alkanın ümumi formulu CnH2n plus 2 qədərdir. Və biz də sualda alkanın sayını bilmirik. Yazırıq nə? Elə bu formulu yazıb, üzərində işləyək. 2n plus 2. Tam yanması, yəni üzərinə oksigen gəlir. Alınır nə? Karbon qazı və su. Alkanın tam yanmasından karbon qazı və su alınır. İndi baxırıq. En qədər karbondur, atdıq və salam, o birlərə ehtiyac yoxdur. Nə deyir? Deyir ki, alkanın yanmasından 6,72 litr karbon qazı alınır və biz biraz balaca ədədlərlə işləməyimiz üçün elə o litri çevirib mola mol qədər yaza bilərik də, düzdür? Məsəl üçün 6,72-ni bölərəm 22,4-ə taparam molun. Hardasa 3,4-ün 0,3 eləyir. 0,3 mol. Elə 6,72 yazmıram, 0,3 yazıram. Yəni bunlar bərabərdir. Yəni mola çevirirəm də. Yazdım 0,3 mol, n molda bunun altına yazdım. Alkanın da kütləsini 4,4 verib və bunun da nisbi molekul kütləsini yazsaq 4,4 qram verib nə olacaq? 12n plus 2n plus 2. Yəni bu ümumi işlədi nə? 14n plus 2. 14n plus 2. Nisbi molekul kütləsi. Və isə, və salam, tənasübü həll edirik. 4,4 tənasübü də 4,4-in bərabərdir. Nəyə? 0,3-ü vurursan 14-ə, neçə elədir? 0,3-ü vuranda 14-ə enə eləyir. 4,6e, yox, 4,2. 4,2e plus 2. 0,6 plus 0,6. Deməli, 0,2n bərabərdir 0,6-ya, n də bərabərdir 3-ə. Deməli, bu alkan neymiş? Qoyuruq n-i yerinə, yəni bu CnH2n plus 2 deyil. N-i tapdıq 3. Və salam, C3, H3,6 plus 2, yəni 8. Deməli, bu neymiş? Propan imiş. Ümid edirəm ki, məsələ aydın oldu. Çox da çətin bir məsələ deyildi. Yəni, hazırlaşan uşaq üçün.